Elə bilirsiniz ki, narkotikdən az ziyan verir babuş və onun kimilər bugün cəmiyyətə. Düzdür, gözəl mövzudur. Biz bu qədər çarpışırıq. Birisi gəlib sənə deyir ki, ala iç qalinvagen demirəm də, məsələn, ala 07-nin açarını sənə verim. Amma necə olur ki, bugün babuş və onun kimilər, bugün qızlaşma bilirsiniz nə qədər, nə bilim, gözəl mövzudur, ay sağ olun. Nə bilim, vizaj istəyənlər, nələr. Təkcə bunlar narkotikdən daha, narkotik heç olmasa gəlib müalicə edirsən. Bu adamlar deyir ki, mən bunu ilə xoşbəxtəm. Bir neçəsi ilə özüm danışmışam, tənqid eləyəndən sonra mənə geri dönüş ediblər. Seyidi xan, bizim sizlə işimiz yoxdur. Dedim, sənin mənə işi yoxdur, amma sənin mənim oğlumla işim var. Mənim oğlum baxır ki, oturduğu yerdə maşının açarını da gətirib verirlər. Nə bilim, halında bir, bilmirəm, belə bahalı yerlərdə kiməsə ev verirlər, neynirlər. Və bunu eləyən kimdir? Bunu eləyən bizim harınlamış, pullu, kişilər də deməyəcəm, sadəcə pullu olanlar. Çünki əsl kişi öz həyat tərzini dəyişən birilərinə dəstək olmaz. Dəstək olursa demək ki, ondan betər gündədir.